Salamünaleyküm. Fəridlə bugün 3-cü dərsimiz. Amma ilk dəfədir şəhərə çıxmışıq. Fərid, təəssüratlar necədir? Poçtada sürməyə rahatdır şəhərdə? Şəhərdə yaxşıdır, prosto öyrənəndən sonra. Məsuliyyəti çoxdur. Məsuliyyət çoxdur, həm də ki, sağ-solu gözləmək. Mütləq. Fərid, bax, qabaqda dairə və hərəkətimiz var. Düz get, orta zolaqla gedirik. Həmişə bildiyimiz kimi orta zolaq ən rahat zolaqdır. Düz geyirik. Bax, dairə və hərəkət znakımız qabaqda qurubdur. Təbii ki, gözləyəcəksən, ehtiyatlı ol. Bax, solu buraxırıq. Azalt yavaşca. Aha. İndi bas, düz getdik, qaz ver. Əhsən. İndi sürə-sürə sola meyillən Fərid. Nəyə görə sola meyillənirik biz indi? Qabaqdan sola dönəcəyik. Əhsən. Ona görə indidən önce yolumuzu düz seçirik. Bax, qəşəng. Zolağından qaçma. Amma ilk şəhərdə sürməyivə görə də Fərid, yenə deyirəm. Əladır, gözəldir. Hamısı sayəvizdə. İnşallah. Biraz mənə düşəndə məsuliyyət, təbii ki 50-50-ətdə. Yarın mənim nailiyyətlərimdir, yarın da sənin nailiyyətlərimdir. Hamısı müəllimə aiddir. Əla, düppədüz geyirik, qabaqdan da sola dönəcək.